Testimizin davamına baxırıq. Frazeoloji birləşmələrlə davam edirik. Aldatmaq ifadəsi hansı frazeoloji birləşmə ilə ifadə oluna bilər? Dünyadan 450 tutmaq, bu sanki yaşama istəyi, yaşama həvəsi çox olmaq mənasını verəcək. Bunu çıxırıq. Əlini bəndələmək, əlini harasa ilişdirmək mənasına. Deyirəm, əlini harasa ilişdirdi məcazi mənada. Və gözə kül üfürmək, aldatmaq mənasını verəcək. Elə düzgün cavabımız olacaq C variantı. Gözləri bağlamaq, sanki deyirəm, onun gözü bağlanıb, heç səni görmür. Həqiqəti görmür bu mənada, yəni. İpi əldən vermək, ixtiyarı əldən verməkdir. Davam edək. Hansı cümlədəki fərqləndirilmiş ifadə frazeoloji amonimdir? Eldarın soyuq burnunun ucu göynədi. Baxın, bunu demişdiyimiz vaxtda soyuqdan burnun ucu göynəmək ümumiyyətlə fraza deyil, həqiqi mənadadır. Darıxmaq mənasına fraza olur. İclasda mənə söz verdilər. Bəli, söz vermək amonim frazeoloji birləşmədir. Bir mənası iclasda mənə söz verdilər, bu mənadadır. Bir də mən ona söz verdim ki, bütün olanlardan sonra ona inanacağım. Burada söz vermək başqa mənanı ifadə edir. Cavabımız B variantında. Maşın yola düşdü. Yol almaq mənasındadır. Bunun başqa bir mənası yoxdur. Fraza kimi başqa bir mənası yoxdur. Deyə bilərsən, müəllim, top əlimdən yola düşdü. Buradakı yola düşmək həqiqi mənadadır. Ona görə fraza sayılmayacaq. Gözündən qaçmadı. Bu da amonimliyi yoxdur. Üz ağardır. Bunun da amonimliyi yoxdur. Müəllim, amonimli olan frazaları bir neçədir. Elə çox deyil. Bunların sayı az olduğu üçün bunları əzbərləmək daha məqsədə uyğundur. Nümunədən biri həm ələ, həm də əldən sözdən qoşularaq frazeoloji birləşmə yarada bilər. Baxaq, görək. Baxın, ələ düşmək və əldən düşmək deyə bilərik. Onun üçün düzgün cavabımız C olacaq. Əldən çıxmaq olar, amma ələ çıxmaq olmaz. A-nı çıxırıq. Ələ getmək olmaz, əldən getmək olar. Biri olur, B-ni də çıxırıq. Ələ olmaq, əldən olmaq. Ələ çəkmək, əldən çəkmək olmaz. Düzgün cavabımız C olacaq. Fərqləndirilmiş ifadələrin biri frazeoloji birləşmə deyil. Sənin də acığı unutur. Acığı tutmaq frazadır. Bunu çıxırıq. Nəsrəddin bu hadisədən acığa düşdü. Bu da frazadır. Ona görə də dərhal acığı yatdı. Bu da frazadır. Uzaqdan uzağa heç kimə lazım olmayan qürurla acıq eləyirdi. Müəllim, burada ol, et, bil var. Bu fraza yaratmayacaq. Eləmək cavabın D variantıdır. Eləmək sadəcə bəzi bir neçə dənə mənada fraza olur. Məsələn, tutaq ki, ağ eləmək, ağ olmaq, üzün ağ olmaq mənasında belə. Acıq çəkmək, bu da frazadır. 67-dən cavab olacaq D variantı. Daha sonra davam edək. Cümlənin birində frazeoloji birləşmə işlənmişdir. Danışmaq istədi, ancaq hirsindən dili söz tutmadı. Müəllim, dili söz tutmamaq elə olacaq fraza. Ona görə bura düzgün cavabımız A olur. Odur, atlar uzaqdan dəstələsə görsənirdilər. Burada heç bir fraza yoxdur. Bu qədər cərimə verdikdən sonra cərimə vermək, bu da fraza deyil. Dünya hadisələri heyrətamiz bir sürətdə inkişaf edirdi. Bu da mürəkkəb feildir, fraza deyil. Payız fəsli olduğu üçün hava yaman bozarmışdı. Burada da fraza yoxdur. 69. Hansı bənddə frazeoloji birləşmə işlənmişdir? Faytonçunun xəbəri olmadan bağlamaların biri yola düşdü. Müəllim, bağlamaların biri həqiqətən yola düşə bilər. Bu fraza deyil. Yola düşmək getmək mənasında frazadır. Məsələn, qonaqlar yola düşdülər, maşın yola düşdü. Yaz gələndə təbiət sanki yuxudan oyanırdı. Müəllim, hər məcazi mənaya da fraza deməyəcəksən. Təbiət yuxudan oyanırdı. Bura frazeoloji birləşmə yoxdur. Sadəcə burada təbiət sözü, bir də oyanmaq sözü məcazi mənadadır. Amma fraza yoxdur. B-ni çıxacaqsan. Səhərə yaxın xəstənin gözü açıldı. Müəllim, xəstənin gözü açıldı deyirsə, bura həqiqətən gözü açılır da, düzdür? Bu da fraza deyil. Amma deyirəm, həqiqəti görəndən sonra artıq onun gözü açıldı. Bu mənada fraza olmuş olacaq. Anasını ötürü burnu ucu göynüdü. Bəli, müəllim, burnu ucu göynəmək darıxmaq mənasını bildirir üçün fraza olacaq. Maşın birdən-birə yoldan çıxıb dərəyə düşdü. Müəllim, maşın yoldan çıxa bilər. Bu fraza deyil. Yolunu azmaq mənasında yoldan çıxmaq fraza olacaq. Biri frazeoloji birləşmə deyil. Söz almaq frazadır. Bilet almaq biri frazeoloji birləşmə. Müəllim, bilet almaq fraza deyil də, düzdür? Bilet həqiqətən ala bilərsən. Yuxusunu almaq mürcüləmək mənasındadır. Xəbər almaq, kölünü almaq, bunlar hamısı frazadır. Hansı cümlədə frazeoloji birləşmə işlənməmişdir? Bundan sonra ona bel bağlamaq. Müəllim, bel bağlamaqdır burada. Qardaşımın qanını bəylərdən almasam. Qanını almaq da frazadır. Qisas almaq mənasındadır. Sən bunu bilirsən, böyük kiçiyə əl qaldırmaz. Müəllim, əl qaldırmaq da frazadır. Qoyunlar tez-tez yolunu azırdı. Müəllim, qoyun yolunu azacaq. Bu həqiqətən qoyun elə bilir ki, getdiyi yolu azıb, yəni yolunu itirə bilər də. Ona görə bu həqiqi mənadadır. Fraza deyil. O sadəcə baş girələyirdi. Bəli, mənim baş girələmək də olacaq frazeoloji birləşmə. 72. Hansı ifadə sərbəst söz birləşməsi deyil? Müəllim, sərbəst birləşmə var, sabit birləşmə var. Baxın, sabit bərabərdir fraza.
za. İndi sərbəst birləşmə deyilsə, deməli sabitdir, yəni frazadır. Bizdən frazanı soruşur. Şər qarışmaq frazadır. Müəllim, anı götürürük. Soyuq hava, ana laylası, rusca danışan ilin sonu heç bir fraza deyil. Fraza olmadığı üçün sərbəstdir. Hansı cümlədə fərqləndirilmiş ifadə frazeoloji birləşmədir? Yediyimiz yeməyin dadı duzu qaçıb. Müəllim, yeməyin dadı duzu hara qaçacaq ki? Elə bu frazadır. Soyuq havada gəzmə xəstələnərsən, burada fraza yoxdur. Yaxşı münasibət fraza yoxdur. Qulağında hər zaman anasının laylası səslənirdi. Yoxdur. İşlər ilin sonu. Heç bir nə fraza yoxdur mənim. Cavab olacaq A variantı. Biri frazeoloji birləşmə deyil. Söz vermək frazadır müəllim. Can vermək frazadır. Cana gəlmək, üz vermək hamısı frazadır. Kömək eləmək, ol et bil fraza yaratmayacaq. Cavabı ne variantıdır? 75. Bunların hansına frazeoloji sinonimlər yoxdur? Sözünü yerə salmaq, qulaq ardına vurmaq, bunlar eyni mənanı ifadə edir. Gözünün üstündə saxlamaq, yağ balçısında saxlamaq, bunlar da eyni mənanı ifadə edir. Frazadırlar və sinonimdirlər. Qaşlarını oynatmaq, naz qəmz eləmək. Müəllim, qaşlarını oynatmaq ya insan hansısa nəsə barədə düşünəndə, belə fikirdə olanda qaşlarını oynadır. Düzdür? O mənaya verəcəkdir. Amma naz qəmz eləmək bu naz eləməkdir. Bunlar sinonim ola bilməz. Cavabın C-dir. Yağlı dilini işə salmaq, başını bişirmək, bəli, eyni mənadır. Anasını ağlatmaq, divan tutmaq, bu da eyni mənadır. Hansı frazeoloji birləşmənin mənası səhv verilmişdir? Qəlbini qırmaq, incitmək. Doğrudur. Ürəyə açılmaq, şadlanmaq. Doğrudur. Dili dolaşmaq, əsəbləşmək. Başa vurmaq, qurtarmaqdır müəllim. Ağlına batmaq, inanmaqdır müəllim. Müəllim, dili dolaşmaq, çarıxmaq, çaşmaq mənasındadır. Bu əsəbləşmək mənası deyil. Cavabın C-dir. Bəndlərin hansında frazeoloji sinonimlik yoxdur? Cana doymaq, boğaza yanmaq sinonimlikdir. Ələ salmaq, əldən salmaq. Müəllim, ələ salmaq kimsə məsxərəyə qoymaqdır, lağ eləməkdir. Əldən salmaq, yormaq mənasındadır. Bunlar sinonim olmaz. Cavab B-dir. Qılğına girmək, qəlbinə yol tapmaq. Müəllim, qılğına girmək nədir? Bilmirsiniz nədir? Qəlbinə yol tapmaq deməkdir, yaxşı. Ürəyini almaq deməkdir. C-ni çıx. Qanı qaralamaq, keyf pozulmaq sinonimdir. Anasını ağlatmaq, divan tutmaq burada var idi. Bunlara sinonimdir. Ürəyin nümunəsində nöqtələrin yerinə hansı bəndi düşünsək, amonim frazeoloji birləşmə alınar. Baxaq müəllim, nə olsun? Ürəyi sınmaq, ürəyə getmək olar müəllim? Olar müəllim. Necə olar? Ürəyə getmək biri var, xoşu gəlmək. Mənim onun ötürü ürəyim gedir, xoşum gəldi. Bir də xəstənin ürəyi getdi. O kimsə özündən gedəndə deyilir, ürəyə getdi. Əslində onun ürəyi heç yerə getmir müəllim. Onun ürəyi olduğu yerdə qalır. Sadəcə xəstənin belə deyək, hal dəyişir. Ona görə sənin cavabın olacaq 78-də E variantı. Ürəyə getmək deməli müxtəlif mənada fraza kimi düşünülə bilər deyə amonim olacaq. Daha sonra biri amonim frazeoloji birləşmədir. İşə düşmək, müəllim işə düşmək amonim frazeoloji birləşmədir. Deyirəm ki, əcəb işə düşmüşük. Yəni başımıza iş gəlib. Bir də maşın işə düşdü. İki dənə müxtəlif mənası var. Hər biri də frazadır. Cavab A variantıdır. Qalan heç biri amonim deyil. Yaxşı. Dediyim kimi amonim frazaları öyrənmək lazımdır. Dilotu yemək frazeoloji birləşməsinin antonimi. Müəllim, dilotu yemək çox danışmaqdır. Bunun antonimi ağızdan su alıb oturmaqdır. Yaxşı? Cavabı ne variantıdır? Ağızdan su alıb oturmaq danışmamaqdır. Dilotu yemək çox danışmaqdır. Ona görə bir-birinin əksidir. Cərgələrin baxaq digərlərin mənasına. Dilə ağıza düşmək. Demək, dilə ağıza düşmüşəm. Ha məndən danışır, bu mənadadır. Dil töymək kiməsə yalvarmaqdır. Dilə gəlmək, demək, day camaat dilə gəldi sənin əlindən. Yəni bezdir. Dil ötmək, bu da çox danışmaqdır. Dil ötmək çox danışmaqdır. Bunlar sinonim dərsine qalsa. Amma bizə antonim lazımdır. Ona görə eyni seçirik. Cərgələrin birində həm frazeoloji birləşmə, həm də onun antonimi verilmişdir. Gözdən qaçmaq, gözdən düşmək. Başqa mənanı verir. Ümumiyyətlə heç sinonim və antonim deyil. Özündən çıxmaq, hirsi başlarmaq sinonimdir bunlar. Xoş gəlmək, bəyənməmək. Müəllim, həqiqətən düzdür. Xoş gəlmək, bəyənməməkdir. Antonim götürəkmi, götürməyək. Niyə? Frazeoloji birləşmənin də antonimi fraza olmalıdır. Xoş gəlmək frazadır, bəyənmək fraza deyil. Ona görə bunlar antonim ola bilməz. Burnunuzu yönəmək, darıxmaq. Müəllim, burnunuzu yönəmək, darıxmaqdır. Bunlar sinonim ola bilərmi bəs? Sinonim olmaz. Niyə? Çünki darıxmaq həqiqidir, burnunuzu yönəmək məcazidir. Bunlar həqiqətən məcazi sinonim olmur. E-yə baxaq. Dil ötmək, ağızdan su alıb oturmaq. Müəllim, dil ötmək çox danışmaqdır, ağızdan su alıb oturmaq susmaqdır. Ona görə bunlar antonim olacaq. Hansı cümlədə fərqləndirilmişsə frazeoloji birləşmə kimi işlənmişdir. Şaxtanın gücündən onun burnucu göynüyürdü. Müəllim, şaxtanın gücüdür. Bu burnucu göynəyə biləcək həqiqi mənadadır. Top şağın əlindən sürüşüb yola düşdü. Bu da düşə bilər həqiqi mənadadır. Susuzluqdan onun dili qurudu. Müəllim, həqiqətən adam susuz olanda dili ağzında quruyur da. Tonqalın istisindən cavan ağacın çiçəkləri yanıb töküldü. Bu da həqiqi mənadadır. Mən Eldarın keyfinə dəymək üçün daha tüfəngi əl atmadım. Mənim keyfinə dəymək, əl atmaq bunlar frazadır. Cavabı ne variantıdır?
83. Frazeoloji sinonim kimi göstərilənlərin biri yanlışdır. Kefinə soğan doğramaq, qanına qaraltmaq sinonimdir. Taleyi üzünə gülmək, bəxt açılmaq sinonimdir. Cin atına minmək, hirs təpəsə vurmaq sinonimdir. Gen dünyanı başına dar eləmək, iki ayağını bir başmağa dirmək. Gen dünyanı başına dar eləmək, elə bil ki, günün qaraltmaq, günün göyəskəyə düymək deməkdir. İki ayağını bir başmağa dirəmək tərs olmaq deməkdir. Cavabın D variantıdır. Bunlar sinonim deyil. Hövsələdən çıxmaq, səbir əsaslı olmaq eyni mənanı verəcək. 84-ə baxaq. Frazeoloji birləşməni müəyyənləşdirin. Başını tərpətmək, müəllim, başını tərpədə bilərsən də, düzdür? Çayın sahili arxayın olmaq, burada ol etdi. Fikrini bildirmək. Mənim cavab B olacaq. Qara yaxmaq, kiməsə şər atmaq mənasında frazadır. Frazeoloji birləşmələrə aid edilə bilməz. Frazeoloji birləşmələr bütövlükdə bir leksik məna ifadə edir, doğrudur. Frazeoloji birləşmələr məcazi mənalı sabit söz birləşməsidir, doğrudur. Frazeoloji birləşmə təşkil edən sözlər bəzən ayrı-ayrı cümlə olur. Xeyr, mənim, heç vaxt ayrı cümlə olmur. Bir yerə təhlil olunur. Belə birləşməni başqa dilə asanlıqla tərcümə etmək olmur. Düzdür, müəllim. Məsələn, tutaq ki, belə deyək də, başa vurmaq sözünü sən ingiliscə tərcümə eləsən, orada baş və vurmaq sözlərinin mənaları ayrı-ayrılıqda çıxacaq. Amma başa vurmaqda baş və vurmaq sözlərinin mənaları ayrı-ayrılıqda bizə lazım deyil. Onlar birləşib başqa məna ifadə edirlər. Ona görə frazeoloji birləşmənin başqa dilə keçsək, frazeoloji birləşmə mənası itəcək. Frazeoloji birləşmələrin olması milli dilin zənginliyini göstərən əlamətdir. Bu da doğrudur. 86. Frazeoloji birləşmə işləmiş cümləni müəyyənləşdirin. İndi yanıb yaxlıram, sərt dilləndim, sənə niyə? Mənim yanıb yaxılmaq bu mürəkkəb sözlü fraza deyil. Yaxşı, bunu çıx. Onun topu düz yola düşdü. Bu top yola düşə bilər, bunu da çıx. Mübahisələ məsələ həll olundu. Ol et bil frazı yaratmır, bunu da çıx. Əgər istəyirsən yediyin canına sinsin, gərək mayana haram qatmayasan. Müəllim, mayana haram qatmayasan, qatmamaq frazadır. Qaranlıq gecədə buradan qaçaq bizi yox etməyi yağı arzular, burada heç bir şey yoxdur. Özünü itirmək ifadəsi, mənim, özünü itirmək çaşıb qalmaqdır, yaxşı. Əldən düşmək bilirsiniz, hirsi başlamaq bilirsiniz, yolunu azmaq, yolundan çıxmaq da özündən getməkdə bu pis olmaq, ürəyi pis olmaq mənasındadır. Hansı sözlər birləşərək frazeoloji birləşmə əmələ gətirə bilər? Mənim, bel bağlamaq olar, bel bağlamaq D variantı. Əl atmaq A variantı. Qəbul olmaq, saxlayın bunu, sözə baxmaq C variantı. 1D, 2B, 4C var. Müəllim, 3-ü niyə seçmədiniz? 3-ü ona görə seçmədim ki, müəllim, 3-ə burada B uyğun gələcək, düzdür? Qəbul olmaq. Müəllim, qəbul olmaq mürəkkəb feildir axı, fraza deyil, bunu çıx. Ol et bil fraza yaratmır. Ümumiyyətlə 3-ləri çıxsan cavabdan, daha doğrusu B-ləri çıxsan cavabdan, bu gedəcək, bu gedəcək, cavabın qalacaq variantı. Bəndlərin birində ikinci tərəfi öz antonimlə əvəz etsək, frazeoloji birləşmə alınmaz. Ürəyi dolmaq, ürəyi boşalmaq frazadır. Gözü tutulmaq, gözü açılmaq frazadır. Yola getmək, yola gəlmək frazadır. Üz ağartmaq, üz qaraltmaq yoxdur. Yola gətirmək, üz qaraltmaq var daha doğrusu. Yola gətirmək, yola aparmaq yoxdur. Cavabı nə variantıdır? 90. Hansı nömrələrin ikinci tərəfində antonimlə əvəz etsək, yenə də frazeoloji birləşmə alınar. Qan ağlamaq, ağlamaqla qan gülmək deyə bilmərik. Acından dirilmək deyə bilmərik. Can yandırmaq, can söndürmək deyə bilmərik. Yola getmək, yola gəlmək deyə bilərsən. Yola gəlmək də frazadır, yola getməkdir. Zəhləsi getmək, zəhləsi gəlmək desən fraza olmayacaq. Hansı cümlədə amonim frazeoloji birləşmələrin hər iki mənasında düşünmək olar? İclasda ona da söz verdik, lakin sonra peşman olduq. Müəllim, iclasda ona söz verdik, mikrofonu götürüb danışdıq, biz bu mənada. Bir də iclasda ona da söz verdik ki, iclasdan sonra səndən görüşəcəyik, sonra görüşmədik. Bir də bu mənada söz verməkdir, yaxşı? Onun üçün bunu işi düşünə bilərsən, cavabın olur variantı. Şahmar başına gələn hadisədən danışmaq istədi, lakin hesablar üz vermədi. Mənim, bu üz verməyin bir mənası var. Bax, üz vermək burada üz göstərmək mənasındadır. Amma bu baş vermək mənası da var da. Hadisə üz verdi, hadisə baş verdi. Bunu hadisə baş vermək mənasında düşünə bilmərsən, bunu çıx. Yaman işə düşmüşəm, bu adama söz başa sala bilmirəm. Mənim, işə düşmək burada çətin işə düşməkdir. Bunu maşın işə düşdü mənasında düşünə bilmərsən, bununla çıx. Təmiz hava kimi, sərin su kimi şair şeirləri mənə can verdi. Mənim, can vermək, yəni diriltmək, xoş gəlmək mənasındadır. Burada ölmək mənasını düşünə bilmərsən, bunu da çıx. Bəs deyilmi, baxdım sənin sözünə. Sözə baxmaq frazadır, heç bunun amonim mənatayı yoxdur. Frazeoloji birləşmələrin hər üçünə aid olan xüsusiyyət, ayağından çəkmək, gözü açılmaq, əlindən tutmaq. Mənim, ayağından çəkmək fraza olması üçün
o ayağının altını qazmaq mənasında ayağından çəkmək olar da. Amma deyirəm ki, uşaq mənim ayağımdan tutub çəkdi, bu həqiqi mənada olacaq. Mənim gözü açılmaq, xəstənin gözü açılmaq həqiqi mənadadır, amma nə isə gözü açılmaq, yəni belə deyək də, məsələn deyirəm, daha gözü açılıb yalanlara inanmır. Bu mənada frazadır. Əlindən tutmaq mənim, mən kimisə əlindən tuta bilərəm, bu həqiqi mənadadır. Amma kiməsə yaxşılıq eləmək mənası əlindən tutmaq frazadır. Ona görə belə çıxır ki, bunlar həm həqiqi mənada işlənə bilər, həm də fraza ola bilər. Düzdür? Hər üçün tərkibindəki isimlərin hal şəkilçisi işlənmişdir. Mənim gözü açılmaq sözündə onun gözü deyə bilirsən deyə bu mənsubiyyətdir. Düzdür? Ona görə A-na çıx. Hər üçünün frazeoloji amonimlər hesab olunması mənim amonim olmur, bununla çıx. Hər üçünün yalnız xəbər olması mənim başqa cümləsi ola bilər, mübtəda ola bilər və s. Hər üçünün tərkibindəki feillərin təsirli olması mənim əslində təsirsiz məsələsi daha proqramdan çıxarılıb, amma baxaq da. Elə bil ki, təsirli halın sualına cavab versə, təsirli feildir. Məsələn, çəkmək sual ver, nəyi? Bu təsirlidir. Açılmaq. Açılmaq sualına nəyi sualını vermirsən, bu təsirsizdir. Tutmaq, nəyi? Bu da təsirli. Bir də açılmaq təsirsizdir, bununla çıxırsan. Hər üçün həm də həqiqi mənada işlənə bilməsi, bəli, indi izah elədim ki, həqiqi mənada işlənə bilər. Cavabı nə variantıdır? 93. Feillərin biri həm gözü, həm də gözdən sözlə qoşularaq frazeoloji birləşmə yarada bilər. Gözü çıxmaq, gözdən çıxmaq, gözü düşmək, gözdən düşmək. Müəllim, onlar da gözü düşmək, gözdən düşmək. Cavabın C variantıdır. Gözdən düşmək, yəni o mənim gözümdən düşüb. Gözü düşmək kimdənsə xoş gəlmək mənasındadır. 94. Hansı cümlədə frazeoloji birləşmə yoxdur? Arvadı onun tənbəlliyindən cana gəlmiş. Mənim cana gəlmək frazadır. Bunu çıx. Qardaşımın qanını bəylərdən almışam. Qanını almaq, qisas almaq mənasında frazadır. Çıx. Soyuqdan Asəfin burnunuzu yönədir. Dedik mənim soyuqdan burnunuzu yönəmək fraza deyil. Cavabın C-dir. Bundan sonra ona bel bağlaya bilmərəm. Bel bağlamaq frazadır. Qan çanağına dönmək frazadır. Cavabın olacaq C variantı. Sağ olun, sağlıqla qalın.